Uşaqlar salam. Bugün Şahin İbrahimovun kitabından deməli 4-cü sınağın izahına baxırıq. Və ilk sualımıza keçid edək. Deməli, bir saniyə. Deyir ki, aşağıda verilən element atomlarından hansılar sönmüş əhəng, sönməmiş əhəng, əhəng daşı birləşmələrinin tərkibində var. Sönmüş əhəngin formulu uşaqlar kalsium, OH 2'dir. Bu sönmüş əhəngdir. Sönməmiş əhəng kalsium oksiddir və əhəng daşıdakı kalsium karbon O3'dür. Belə. İndi deyir ki, verilən elementli atomlardan hansıları birləşmələrin tərkibində var. Baxın, hamısının tərkibində kalsium var və oksigen var. Gördünüz mü? Demək ki, kalsium və oksigen elementi hər üç birləşmənin tərkibində var və cavab olacaq A variantı. İkinci sualda uşaqlar nə istəyir? Qapalı bir qabda ağ rəngli saf X maddəsi ilə qara rəngli saf Y maddəsi birlikdə qızdırılır və eyni növ molekullardan ibarət olan Z maddəsi alınır. Deməli, eyni növ molekullardan ibarət Z maddəsi deyirsə, bu alınan maddəmiz saf maddədir. Yəni birləşmədir və burada qarışıq deyil. Bunu deyək ilk olaraq. Deməli, deyir ki, X kimyəvi elementdir. Bəli, Z qarışıqdır. Xeyr, elə indicə dedim ki, bu qarışıq deyil. Əgər burada eyni molekul deyirsə, bu qarışıq ola bilməz. 2 yanlışdır. Və üçüncüdə deyir ki, Y kimyəvi birləşmədir. Bəli də dedim ki, bu kimyəvi birləşmədir. Z üçün demişdim. Y də bəli kimyəvi birləşmədir. Deməli, olacaq nə? Cavab 1 ilə 3. Bəli, ola bilər də qapalı bir qabda ağ rəngli saf maddə və qara rəngli Y maddəsi verilmişdir. Biri kimyəvi element, yəni bəsit maddə kimi, digəri isə birləşmə kimi, mürəkkəb maddə kimi verilə bilər. 1 ilə 3 doğru cavabdır. Nə variantı oldu? Heç baxmadıq. Y variantı oldu burada. Aha. Neçənci sualımızdır? Üçüncü sualımız. Üçüncü sualımızda uşaqlar. Bir saniyə bunu açın. Üçüncü sualımızda uşaqlar bizə deyir ki, XO3 2 mənfi iyonunun XO3 2 mənfi iyonunun bir molekulunda 32 elektron var. Bir molekulunda 32 elektron var. Yəni bu bərabər oldu 32-yə. Deməli, X üstə gələk, verilib aşağıda 8 vur 3, üstə gəl 2, bərabərdir 32. X də bərabər oldu. Deməli, 24, 26, 32-dən 26 qaldı 6. X bərabər oldu 6-ya və X2H6 birləşməsinin proton sayı. Deməli, X-in proton sayı 6 imiş. Onda X2H6'nın protonu nə qədər olar? Bax, X-in proton sayını tapdım 6. 6 vururam 2'yə, çünki 2 dənə X-im var. Üstə gələk, hidrogenin proton sayı 1'dir. 1'i vururam 6'ya, çünki 6 dənə hidrogenim var. Və elədi 12, 6, 18 cavab oldu D variantı. Belə. Dördüncü sualda nə istəyir məndən uşaqlar? Dördüncü sualda deyir ki, mənə bunu niyə aça bilmədim? Nəysə, qaldı belə, aça bilmədim ekranı təmiz. Deməli, dördüncü sualda uşaqlar mənə deyir ki, X müsbət 1, Y mənfi 1, Z müsbət 5 iyonlarının 3 elektron aldıktan sonraki yüklərini müəyyən edin. Deməli, uşaqlar, X-im, oy bu neydi? X-im müsbət 1'dir, müsbət 1'dir. 3 dənə də elektron aldıktan sonra bərabər olacaq mənfi 2. 3 dənə elektron alır da, elektron alanda mənfi olur da. Mənfi 3, mənfi 2 oldu. Y-im mənfi 1'dir və 3 dənə elektron alanda olacaq mənfi 4.
Z-imdə deməli müsbət 5-dir. 3 dənə də elektron alanda qalacaq deməli 2, müsbət 2. Bəli, indi yaxşı müsbətində yazın bura ki, başa düşəsiz hansı cavabda oldu nə? X -2, Y -4, Z də müsbət 2, C variantı. Düzdür? 4-də C variantı, bəli. Aha, 5-ci suala baxaq. Aşağıdakılardan biri suspenziya deyil. Uşaqlar, suspenziya, emulsiya, deməli, suspenziya bərk maddə və mayenin qarışımı, eyni zamanda heterogendir. Emulsiya isə maye ilə mayenin qarışımı, bu da heterogendir. Yəni, hər ikisinin tərkibini gözlə görə bilirik. Biri bərklə mayenin qarışımıdır. İkincisi isə emulsiya isə maye ilə mayenin qarışımıdır. Deməli, 5-də cavab olacaq D variantı, neftlə su. Suspenziya deyildir. Bəli, neftlə su. Baxıram ki, çünki digərləri uyğun gəlmir. Aha, sonra 6-cıda nədir uşaqlar? Kainatda və yer kürəsində elementlərin yayılmasına görə hansılar? Birinci yerdə oksigen yayılması kütləcə ən çoxdur. İfadələrdə doğrudur. Bəli, doğrudur. Oksigen kainatda, kainat yox, yer kürəsində çoxdur. Kainatda hidrogen, bəli uşaqlar, yer kürəsində hidrogen yoxdur, yəni yayılmayıb. Bu kainatda günəşin və ulduzların əsas tərkib hissəsidir. Yerdə silisiumun yayılması kütləcə ən azdır. Bəli, ən az olan silisiumdur. Bu da doğrudur. Deməli, cavab nə oldu? Birinci doğru oldu və İkinci doğru oldu. Yox, silisium kütləcə ən az deyil. Silisiumdan da aşağı olan var. O tam doğru deyil. Aha, 4-cü nədir? Digər sınaqlarımızda bu pH-dan danışmışdım. İndi yenə də bu pH-a qeyd eləyəcəm. Deməli, 7-də deyir ki, pH bərabərdir 4 olan 50 milli. Deməli, pH-ı bərabərdir 4 olan 50 milli və pH bərabərdir 10 olan 40 milli. 40 milli məhlulların qarışığı üçün doğru olanı müəyyən edin. Uşaqlar, biz bilirik ki, pH kiçikdir 7 olarsa bu turş mühitdir. pH bərabərdir 7 olarsa bu neytral mühit deməkdir. Neytral. pH böyükdür 7 olarsa bu əsasi mühit deməkdir. Əsasi mühit. İndi burada deyir ki, qarışığı üçün pH 4 olan, pH-ı bərabərdir 4 olan. Bax, görürsünüzmü? pH-ı 4 olan və pH-ı 10 olan. Birinin pH-ı 7-dən kiçikdir. Deməli, turşudur. Birinin pH-ı turşu, qoy belə yazaq da, turşu. Birinin pH-ı isə 7-dən böyükdür, 10-dur, yəni. Bu da əsasidir. Turşu ilə əsas arasında gedən reaksiyada bu olacaq neytrallaşma reaksiyası. Yəni, alınır neytral bərabər olmalıdır. İndi belə deyək də, birində 50 millidir, birində 40 millidir. Mən 50 götürə bilmərəm, çünki digərindən çatmaz. 40 götürürəm ki, 40 ondan, 40 da bundan götürəndə, amma yerdə də 10 milli qalır. Və qalan 10 da nə olur? Nə istəyir bizdən burada? Doğru olanı göstərindir. Deməli, doğru olan da pH da 10 qalırsa yerdə, bu da olacaq pH kiçikdir 7 olan məhlul. Yəni 7-cidə cavab olacaq deməli 41-dən, 41-dən 50-dən artıq qalır. Hə, bu da olacaq deməli cavab D variantı, pH kiçikdir 7 olan məhlul alınacaq. Yəni 10 qalır da yerdə. O da olur nə? Turş alınır. Aha, sonra nə istəyir? Hansı ayrılma üsulu sıxlıqların fərqinə əsaslanır? Uşaqlar, sıxlıqların fərqinə əsaslanan ayrılma üsulu müxtəlif cinsli qarışıqların ayrılmasında olan durultma ilə ayrılmadır. Cavab burada C variantı. 9-da deyir ki, hansı proses zamanı istilik udulur? Deməli, bilirik ki,
Eksotermik reaksiyalar zamanı istilik ayrılır və bu müsbət Q hərfi ilə işarə olunur. Endotermik reaksiyalar zamanı istilik udulur. Bu da mənfi Q hərfi ilə işarə olunur. İndi baxaq. Deməli, bir şey deyim ki, uşaqlar sizə, birləşmə reaksiyalarında istilik ayrılır. Biz demişdik ki, bütün birləşmə reaksiyaları bəzi istisnalardan başqa eksotermik reaksiyalardır, yəni müsbət Q olur. Bütün parçalanma reaksiyaları bəzi istisnalardan başqa endotermik reaksiyalardır. Burada da istilik udulur, mənfi olur. İndi bizdən nə istəyir? Sublimasiya. Uşaqlar, biz bilirik ki, məsələn, maye halda olanlar, bax, maye halda da tutam və yaxud da sublimasiyanın üstündə elə izah eləyim. Sublimasiya demək ki, uşaqlar, burada cavab sublimasiyadır. Nəyə görə? İndi onun izahını verirəm. Sublimasiya nədir? Bərk haldan, bərkdən birbaşa maye hala keçmədən qaz halına keçir. Qaz halına keçir. Yəni, uşaqlar, burada istilik udulur. Yəni, udulur deyilirsə, elə bir ki, parçalanma reaksiyası kimi nəzərdə tutunda bərkin hissəcikləri necə olur? Bir-birinə yaxın, daha nizamlı bir şəkildə. Amma qazın hissəcikləri necə olur? Hərəsi bir tərəfdə, hərəsi müəyyən bir aralıqda olur da. Baxın, gördünüzmü? Demək ki, burada parçalanma, ayrılma, aralanma gedib də və burada istilik udulub. Amma indi bunun əksi var ha. Bu desublimasiya, bu eksotermik istiliyin ayrılmasıyla gedəcək. Yəni ki, bunun əksi, bax, bu qaz halında olanlar əksinə gəlib təzədən bərk hala, bu da olacaq desublimasiya. Demək, burada oldu. Cavab 9-da D variantı. 10-cu sualda deyir ki, hansı maddənin suda həll olması temperatur artdıqda artır? Uşaqlar, bərk maddələrdə həll olma temperaturu artanda artır. Qazların həll olması isə təzyiq artdıqda artır. İndi burada bərk halda olan hansıdır? 10-cu sualda təbii ki, kalium xlorat. Kalium xlor O3 və bu da duzdur, bərk haldadır. Bunun həll olması temperatur artanda artacaq. 4-cü sınavımızda bu qədər. Təşəkkür edirəm.